Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bəhsimiz Allah Təbarək və Teala'nın nuzulu barəsində idi. Biz Vəhhabilərin bu barədə etiqadlarına toxunduq və gördük ki, onlara görə Allah Təbarək və Teala hər gecənin 1/3-də yer üzünə nazil olur və öz zatı ilə. Bəzi suallar yaranır burada. Onların nəzərinə əsasən bu sualları vermək olmaz. İman gətirmək lazımdır. Allah Teala deyib ki, nazil oluram, nazil oluram. Və həqiqətən Allah Teala yer üzünə nazil olur və həmçinin öz zatı ilə göydə də var. Yəni həm göydədir, həm yerdə. Təbii ki, bunlar gəlib bunu sübut eləmədilər. Bu da ayrı bəhsdir. Onların iradlarından biri bizə əslində istəyirlər, onlar deyərlər, sizin kitablarınızda da var Allahın nazil olması və xüsusilə hər cümə axşamı İmam Hüseyn əleyhissalamın ziyarətinə Allah Təbarək və Teala'nın gəlməsi və İmam Hüseyn əleyhissalamın hərəmini ziyarət etməsidir. Bizim hədislərimizdə var ki, Allah Təbarək və Teala cümə axşamları İmam Hüseyn əleyhissalamı ziyarət edir. Və bəzi hədislərimizdə də var ki, Allah Təbarək və Teala yer üzünə nazil olur. Bunu necə başa düşək? Bizim etiqadımız məlumdur və qəti əqli dəlillərimiz var, nəqli dəlillərimiz var. Allah Təbarək və Teala üçün hərəkət mümkün deyil, dəyişiklik mümkün deyil. Allah zatı ilə ümumiyyətlə göydə deyil ki, Allah biz deyək ki, göydən indi. Allah Təbarək və Teala bütün varlıqlara mühitdir, əhatəsi var ki, özü ayrı bəhsdir. İnşallah imkan olsa bu barədə geniş araşdırarıq. Bir-iki dərsdən sonra Allahla məxluqların rabitəsi necədir? Allah kainatın içindədir, hər yerdədir, sözü doğrudur, yoxsa yox ki, bəzən bizə nisbət verirlər. Əlbəttə, bu çox mürəkkəb bəhsdir. Çoxlarının ayağı bu bəhsdə büdrəyib və hətta bəziləri, görürsən, susublar bu barədə, danışmayıblar. Çox uzatmayaq sözü, gələk hədislərimizə. Çoxdur bizim hədislərimiz, lakin bu hədisləri oxumazdan öncə bir dənə hədis oxuyacağım burada. Bu artıq hər bir şeyə, hər bir sözə bir növ cavabdır. Əvvəla bizim əqli dəlillərimiz var ki, Allah Teala üçün bunlar mümkün deyil. Qəti əqli dəlillərimiz var. Və digər tərəfdən nə qədər hədislərimiz var, mütəvatir, hətta ki, Allah Təbarək və Teala üçün mümkün deyil. Zaman, məkan, hərəkət, dayanmaq, hərəkət eləmək, belə şeylər mümkünsüzdür Allah üçün. Bir dənə hədis oxuyuram, artıq hədis də səhihdir. O digər hədislərə hakimdir bu hədis. Bu hədis harada gəlib? Mən la yəhzurul fəqihdə gəlib Şeyx Səduqun 1-ci cilddə səhifə 421-də. Orada bir nəfər şəxs gəlir imamın yanına, İmam Rıza əleyhissalamın yanına, deyir ki, ey Allahın Rəsulunun oğlu, bu hədis barəsində də deyirsən ki, insanlar rəvayət edir. Baxın, biz hədis kitablarına baxsaq, görərik ki, ənnas kəlməsi istifadə olunursa və imamlardan soruşurlar, ənnas adətən məqsəd əhl-i sünnədir. Yəni, əhl-i sünnənin bu barədə rəyi var, nəzəri var və siz bu barədə nə deyirsiniz? Nə deyir? Onlar nə deyirlər? Əhl-i sünnə nə deyirlər? Deyirlər ki, Allah Təbarək və Teala yənzilu, əlbəttə bəzilərdə, fi kulli leyləti cumuatin ləs-səma, hər cümə axşamı yer üzünə nazil olur. Fəqal, İmam Rıza əleyhissalam buyurdu, dedi ki, bu şəxslərə Allahın lənəti olsun, bu cür düşünənlərə ki, Allah həqiqətən yerə nazil olur. Çünki bilirsiniz də əhl-i sünnən əksər alimləri biz gəlib sübut elədik ki, qəbul etmirlər Allahın həqiqi nazil olmasını. Deyirlər, Allahın mülkü, hakimiyyəti, nə bilim, rəhməti, mərhəməti nazil olur. Sadəcə o sələfilər bu cür düşünürlər. Nə ediblər? O kəliməni öz yerindən çıxardıblar, yəni təhrif ediblər. Və Allah, and olsun Allaha, Allahın elçisi belə demədi. Heç yerdə deməyib ki, Allah nazil olur. Bəs nə dedi? Allahın elçisi buyurur ki, İnnəllaha təbarək və teala yunzilu mələkən. Mələk nazil edir. İlə səmaid dünya. Dünya səmasına kullə leylə. Baxın, həmən hədisdir. Hər gecə fithulithil əxir. Gecənin 1/3-də
Və leylətəl cümə və cümə gecəsi fi əvvəlillə gecənin əvvəlində və həmən məsələdə mələk çağırır, günahlarından bağışlanmaq istəyən varmı, tövbə etmək istəyən varmı o məsələ. Bu bizim hədisimiz. Bəli, bizim hədisimiz var, yənzilu, Allah nazil olur. Orada bizim alimlərimiz deyirlər ki, orada mələk sözü silinib, ya Allahın mərhəməti nazil olur. Allah təbarək və teala, yəni həmən vaxtlar daha çox insanları öz mərhəmətinə qərq edə bilər, əgər insanlar tövbə etsələr. O hədis harada gəlib? Əlbəttə, zəif hədisdə istəmir ki, biz sənədini araşdıraq, lakin gəlib belə bir hədisimiz var ki, deyir ki, cümə axşamını zayi eləmə. Niyə? Çünki həmən axşamda əməllər, salih əməllərlə insan Allaha yaxınlaşa bilər və Allah təbarək və teala həmən axşam nə edir? Yer üzünə enir. Fəinnə rabbəkə yənzilu fi əvvəli leylətül cümə. Cümən gecəsinin əvvəlində. Əlbəttə, mən inşallah oxuyacağam gələn verilişimizdə Mazandaranidən kafiyə şərh yazıb, usulü kafiyə. Orada gözəl sözləri var. Çox dəqiq bir məsələyə işarə edir. Yəni, bəlkə də başqa yerlərdə bu sözləri tapa bilməz. Birdən də bir hədis oxuyum ki, Allah təbarək və teala üçün ümumiyyətlə emmək mənasızdır. Niyə? Çünki emməyin laziməsi, nəticəsi budur ki, yəni bunda hərəkət baş verir. İndi bunlar deyirlər, eybi yoxdur, hərəkət baş versin, amma özünə layiq bir formadadır. Hərəkət naqisliyin əlamətidir. Hərəkət potensialdan aktuallığa çevrilmişdir. Bu da naqis varlıqlardan mümkündür ki, Mazandarana çox gözəl sözdür, inşallah işarə eləyəcəyik. Deməli, hədisdə gəlib ki, İmam Cəfər Sadiq əleyhissalamdandır bu hədis. Deyir ki, bizləri onun yanında Allahın yer üzündə nazil olması barəsində sual elədi ki, ağa, nazil olur, yoxsa yox. İmam buyurdu ki, İnnəllahı la yənzilu. Allah nazil olmur. Allahın nazil olması mənası yoxdur. Və la yəhtacu ilə ən yənzilu. Ümumiyyətlə, Allahın nazil olmağa ehtiyacı yoxdur. İnnəmə mənzəruhu fil qurbi vəl bə'du. Onun mənzəri, yəni elmi, nəzəri, o əhatəsi, yaxınlıq və uzaqlıq baxımından səvaun, bərabərdir. Belə deyir ki, Allah bizdən məkan baxımından uzaq olsun və nazil olmağa ehtiyaclı olsun. Elə bu cür düşüncələri səbəb olub, bəzilər gəliblər, Vəhabilərə sual veriblər ki, əgər Allah nazil olursa yerə, mənası budur ki, mən deyək ki, çıxsam dağa, Allaha yəni yaxınlaşıram da. Hər dəfə göyə tərəf qalxsam, o təyyarədə olanlar Allaha daha yaxındır. Bu necə düşüncədir? İmam bu düşüncəni vurur. Buyurur ki, İnnəmə mənzəruhu fil qurbi vəl bu'd. Yaxınlıqda və uzaqlıqda onun elmi, o əhatəsi bərabərdir. Ləm yəb'ud minhu qarib. Yaxın bir şey ondan uzaq deyil. Və ləm yəqrub minhu bə'id. Və uzaq da ona yaxın deyil. Yəni, bərabərdir. Və ləm yəhtəc ilə şeyin. Bir şeyə ehtiyacı yoxdur. Bəl yəhtacu iləyh. Ona ehtiyaclıdır hər bir şeyi. Yəni, imam buyurmaq istəyir ki, bu sözün acı bir nəticəsi var. Acınacaqlı bir nəticəsi var. Nədir? O da budur ki, sən Allahı ehtiyaclı varlıq görürsən. Yəni, emməyə ehtiyacı var. Allahı sən maddi bir varlıq kimi görürsən. Dəyişkənlik baş verir onda, hərəkət baş verir onda, uzaq idi, yaxınlaşır. Bu nə danışıqdır? Yəni, sizdə daha sonra yenə də deyir ki, bunlar Allahı doğru vəsf eləməyiblər və bu cür məsələlər və hər kəs Allaha naqisliyi və çoxalmanı nisbət verərsə və bu şey, bu diqqət edin, o qədər dəqiq sözdür bu söz. Və kullu mutəhərrikin, əslində bizim o filosoflarımız, alimlərimiz ilham alıblar bu cür hədislərdən. Və kullu mutəhərrikin muhtazun ilə mən yuhərrikuhu. Bütün hərəkət edən, onu hərəkətə gətirənə ehtiyacı var. Biz bilirik də, hər bir hərəkətin bir dənə mühərriki var. Hərəkət etdirəni. Bəs Allah əgər hərəkət edirsə, onun bir mühərrikə ehtiyac var. Çünki bu qüvvədən, deyək ki, o potensialdan aktuallığa çevrilir. Əv yətəhərrəku bih, ya bir vasitə olmalıdır ki, onun vasitəsilə hər kəs bu cür Allah'a zənn eləsə, güman eləsə, ondan çəkinir o şəxslərdən. Bu şəxs Allahı tanımayıb. Açıq, aydın şəkildə bunu bizə Əhl-i Beyt əleyhissalam bildirib. Buna baxmayaraq bəziləri güya şiə kitablarında nəsə tapıblar. Bu hədisləri də vaxtınız olanda oxuyun. Allahın salamı olsun siz əziz dostlara.